Abşeron rayonu Qobu qəsəbəsində fəaliyyət göstərən 16 nömrəli körpəli Rev uşaq bağçası öz səliqə səhmanı, qayda qanunu və uşaqlar üçün yaradılmış müasir şəraiti ilə seçilir. Məktəbəqədər təhsil müəssisəsində uşaqların sağlam böyüməsi, intellektual və mənəvi inkişafı üçün bütün zəruri imkanlar təmin edilib. Qrup otaqları işıqlı, təmiz və uşaqların yaş xüsusiyyətlərinə uyğun avadanlıqlarla təchiz olunub. Bağçaya təcrübəli pedaqoq Səbinə Sultanova rəhbərlik edir. Onun rəhbərliyi altında kollektivdə nizam-intizam, məsuliyyət və peşəkarlıq əsas prinsip kimi qorunur. Müəllim və tərbiyəçilər uşaqların erkən yaşlardan bilik, davranış və yaradıcılıq bacarıqlarının formalaşmasına xüsusi diqqət yetirirlər. Bağçada həmçinin uşaqların gündəlik qidalanması və istirahəti üçün rahat şərait yaradılıb. Müəssisədə aparılan işlər sayəsində valideynlər də bağçanın fəaliyyətindən razılıqla danışırlar. Qobu qəsəbə 16 nömrəli körpəli Rev uşaq bağçası bu gün də öz fədakar kollektivi və səliqəli idarəçiliyi ilə qəsəbənin ən nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir. Salam payız, sən bizə xoş gəlmisən. Söylə görə, nə sovqat gətirmisən. Elvin Qudratov, Cəmilə Nəsir qızı, Kamil Quliyev, bugün informasiya proqramı üçün.